Dəyərli izləyicilər, bu gün isə Xırdalan şəhərində əlim yandı qiymətə. Bir otaqlı Xırdalan gözəl bir yerlərindən biri. Avropa qapılarının arxasında 2 dənə avtobus marşrutu düz evin yaxınlığından keçir. Mükəmməl bir qiymətə. Evin içində nə yoxdur? Qiymət nədir? Havai qiymət. 23 min manata bir otaqlı ev. 23 min manata son qiymətdir. Qiymətə görə narahat eləməyin, zəhmət olacaq. Paket şifr, kürsülü, qaz, su, işıq daimi. Evimizdə nələr qalır? Gəlin sizə göstərim. Gəl bir dənə operator bura yaxınlaş. Şkafı, açılan divanı, stolu, bu otaq pərdəsi, lüstramız yoxdur, lampamız var. Gəldi, keçdi mətbəxə. Lüstru da var orada. Qəşəng. Orada lüstru da var, lüstru gizlədiblər. Əşyalar da yəni ucuz evlərdə əşyalar elə olur ki, işlədiləsə əşyalar olur. Burada hamısı təzə, işlənməmiş əşyalar. İşlənib indi özümüz işlədirik. Hava istidir, biraz sərinliyə. Kontener, beko, paltaryan, kombi. Kombi, yəni özünüz bilirsiniz ki, ən pul aparan şeylərdən biri. Kombidə var, xaladenik. Bu da beko. Mətbəx mebeli, qazı, moykası, hamısı yerli yerində. Buradakı paltaryanın yeri nəzərdə tutulur. Gəl, sanitar qoşan, aksesuarları falan, hamısı yerli yerində. Qeyd edim ki, həyətimiz yoxdur. Həyət yoxdur, amma 23 min manata Xırdalan şəhərində, Xırdalanın quru bir ərazisində, avtobus dayanacağına tam yaxın ərazidə belə ev qəti bir sürətdə yoxdur. Yalnız bizim səhifədə. Bizim səhifəni izləməyi unutmayın, like atmağı unutmayın. İzləmədə qalın ki, siz də belə evləri tez bazar görəsiz, alasız. Sabahlar zəng vurub deməyin ki, ev qalır, qalmır. Bu evlər simsika kimi gedən evlərdir. Sağ olun, sizə təşəkkür ederim.